Mən Ceyhun Həsənli, hər birinizi Avto FM radiosundan salamlayıram və həftəmizin bugün 5-ci günüdür. Ənənəyə sadiq qalmışıq və hər 5-ci günü studiyamıza Avto FM-ə qonaqlar gəlir. Hər gün Overtime verilişində idman aləmində baş verən ən son yenilikləri sizə çatdırırıq. Əlbəttə ki, idmançılarımızın uğurları, maşallah, idmançılarımız da idmanın müxtəlif növlərində böyük uğurlar və medallar qazanırlar. Bu dəfə isə siz daha yaxından tanıyacaqsınız bizim dəyərli güləşçimizi. Qonağımız U23 dünya və Avropa çempionu, İslam Əmrəli oyunlarının 2 qat qalibi olan Jalə Əliyevadır. Xoş gördük, xoş gəlmisiniz Jalə xanım. Xoş gördük, çox sağ olun. Necəsiniz? Özünüzü necə hiss edirsiniz? İlk dəfədir radiodasınız yoxsa necə? İlk dəfədir. İlk dəfədir. Mən istərdim ki, biraz da yüksəkdən danışasınız, biraz mikrofona da yaxın əyləşin ki, bizim dinləyicilərimiz Avto FM radiosuna indi qulaq asanlar sizi daha yaxşı eşitsin. Jalə, bax, mən istərdim əvvəldən başlayaq. Güləşə neçə yaşında və harda başlamısınız? Güləşə 2009-cu ildə Gəncə şəhərində başlamışam. Dinamoda Daxili İşlər Nazirliyində Elçin Əliyevin rəhbərliyi altında. Aha, ilk addımlar necə xatırlayırsan həmin anları? Mənim idmana həvəsim çox idi. Anama hər zaman deyirdim ki, məni idmana qoy. Biz həmişə Elnur Məmmədlinin güləşlərini izləyirdik. Çox həvəsim var idi idmana. Olimpiya çempionumuz, bəli. Bəli. Buyurun. Anam da dedi ki, anama dedim ad günümə hədiyyə, məni idmana apar qoy. O da getdi işə zala, orada Elçin müəllimgil məşq keçirdi, elə güləş. Elə ilk də güləşə getdim. Maraqlıdır, yəni düzdür, indi bizim çoxsaylı belə xanım güləşçilərimiz var. Güləşdə ən çox oğlanları görərik. Düzdür, indi say etibarilə artıq xanımlar da, yəni qızlar da artıq belə qızlar da artıq cəlb edir bu idman növü. Yəni bəzən deyənlər oldumu ki, qız nədir, güləş nədir? Çünki müəyyən o stereotiplər var da, mən bilirəm, eşitməmiş olmaz Jalə. Bəli, qohumda, qonşuda deyirdilər ki, anama ki, güləşə qoyma, qız hara güləş, hara qız uşağıdır. Anam icazə vermirdi getməyə. Bizdə də həyət evi idi. Həmişə qonşunun hasarından qaçıb gedirdim, zala gəlirdi ki, yenə zaldayam. Çox həvəsim var idi. Bəli, olubdu deyiblər. Bəs qız rəfiqələr, dostlar, onlar necə baxırdılar? Qız rəfiqələrim yox idi. Yox idi. Oğlanların yanında, deməli, oğlan dostlar yanında Qız güləşə. rəfiqələrim olmadı. Ya ona görə deməli burada oğlanların da rolu olub da. Yəni o bəzən deyirlər ki, o qədər oğlanlarla oynayır ki, artıq oğlanlar kimi hərəkət eləyir, oğlanlardan görüb götürür. Ona görə də bəlkə güləşə olan böyük maraq səndə bax belə yarandı. Karyeranda Neftçi İdman Klubunun və ali idman təhsilinizin rolu var və mən istərdim ki, bu barədə biraz danışasan. Neftçi İdman Klubu nədən təşəkkürlərimizi bildiririk. Bizə maddi, mənəvi dəstək çox olurlar. Bilirsiniz ki, idmançıya mənəvi dəstək, maddi dəstək çox lazımdır. İdman Akademiyasında gəldikdə isə, təhsilə gəldikdə isə İdman Akademiyası da çox sağ olsun ki, bizə dəstək olur. Yarışlarda, təlim məşq toplanışlarında bizə şərait yaradırlar. Jalə, bax, U23 dünya çempionatında qızıl medal qazanan ilk Azərbaycanlı qadın olmaq. Necə bir hissdir bu sənin üçün? Bəli, bu çox qürur verici bir hissdir. Yəni arzum idi mənim dünya çempionu olmaq. İnşallah qarşıda hədəfim böyüklərin dünya çempionatıdır, doğrudur. Ancaq bu başlanğıc mənim üçün çox stimul verici oldu. Necə oldu? Yəni ilk Azərbaycanlı qadın olmaq hissi. Yəni bunu necə bacardı Jalə? Bax, özünə bəzən təsdiqlədiyin bəzi məqamlar olur da, deyirsən ki, bax mən bu üstünlüyümə görə mən birinci oldum. Ona görə mən seçildim. Bəli, qadın istəyib də bacara bilməyəcəyi iş yoxdur. Çox istədim. Buna istək, zəhmət, əzm lazımdır və bunun hamısını öhdəsindən gəldim. Rəqiblər bəs, ən güclü rəqiblər kim olub sənin üçün? Ümumiyyətlə elə bax, elə bu ilk Azərbaycanlı qadın olmaq hissi və yəni ilk olmaq hissi, bax bu barədə mən həm də rəqiblərini yəni üstələmək məsələsi, bax bunu necə bacarırsan? Rəqiblərə gəldikdə deyərdim ki, güləş əvvəllər, yəni buna baxanda biraz zəif idi. İndi daha da çox güclənibdi. Yəni rəqiblərin hamısı güclüdür. Hamı məşq eləyir daha. Ancaq Amma bir məsələ var ki, biz güləşdə idman növü olaraq
çox zaman uğur qazanırıq. Yəni Azərbaycan deyək ki, bəzi idman növlərinin çıxmaq şərti ilə çox azdır əlbəttə ki, amma güləşdə hər zaman yaxşı nəticələr göstərir Azərbaycan. İllərdir ki, bu belədir. Yəni güləş Azərbaycanda həqiqətən də formalaşıb. Yəni güləş ölkəsi kimi bizə həm də tanıyırlar. Hətta digər ölkələr eşidəndə ki, Azərbaycanlıdır rəqib. Onlar ki, Azərbaycanlıdırsa, bunlar zəif olmurlar güləşdə. Kimi fikirlər, yəni formalaşıb. Razısan yəqin ki, mənimlə. Bəli. Tiranadakı məşhur final görüşü 18-lik hesabı necə sən öz xeyrinə dəyişə bildin, Jalə? Hesabda mən irəli idim. 8-0 qabaqdaydım. Ancaq son saniyələrdə vaxtlar getdikdə çox yoruldum, xalları verdim. Aha. Ancaq Sonra axıra qədər mübarizə, bəli. apardım, qalib gəldim. Böyüklər arasında Avropa finalında gümüş medal qazanarkən bax qızıl üçün sənə nə çatmadı? Yəni bax bu barədə istərdim. Yəni idmançının bəzən qızılı istəyir, amma ona çata bilmir də. O hissləri də mənə maraqlıdır. Sonrakı o bilmirəm, bəlkə peşmançılıqmı, bəlkə bilmirəm. Yəni necə qiymətləndirir Jalə bunu? Bu mənim böyüklər arasında ilk Avropa çempionatım idi. Orada deyərdim ki, mənə həm fiziki cəhətdən, həm də necə deyim, Mənəvi cəhətdən çatmadı. Aha. Amma yenə də peşman deyilsən, gümüş medal da əslində böyük bir əlbəttə ki uğurdur. Keçək bu ilə 2026-cı ilin aprelində Albaniyada qazandığın son Avropa bürüncü, bu barədə istərdim danışasan, sənin üçün nə dərəcədə gözlənilən idi? Ora hazırlaşarkən məşqlərimi çempion olmaq üçün hazırlaşmışdım. Məqsədim çempion olmaq idi. Ancaq son saniyələrdə yarı finalda görüşə qələbəni əldən verdim. Məqsədim çempion olmaq idi, ancaq qismət olmadı. Amma bu bürünc də mənim üçün dəyərlidir. Əlbəttə ki, hər adam da, yəni hər idmançı da bürünc medalı qazana bilmir. Jalə, özünü nədən çəkindirirsən, qoruyursan qidalanmanda? Çünki idmançı üçün, güləşçi üçün bunlar da çox vacibdir. Yəqin ki, bəzi yağlı yeməklərdən uzaq durursan, bilmirəm. Bəlkə də yəni gündəlik qaçırsan, yürüyüş edirsən. Yəni Jalənin bir günlük, yəni planı, rejimi, gündəlik rejimi necədir? Həm qidalanma baxımından, həm fiziki hərəkət baxımından. Mən hər şey yeyirəm. Hər şey yeyir Jalə, amma hiss olunmur belə. Hər şey yeyirəm. Ancaq yeməklərimizə diqqət etməliyik həqiqətən də. Çünki yəqin artıq əgər yarışlar varsa, artıq hazırlıq mərhələsindəsənsə, müəyyən şeylərdən imtina etməli olursan. Misal üçün nələrdən? Ancaq fast food yeməklərində. Aha. Onlara meyillisən, amma əslində xoşlayırsan. İdmançıların nəsə çoxu belə də. Yəni düzdür, təbii ki, özlərini qoruyurlar, amma yarışa artıq hazırlaşarkən, amma çox zaman da özləri də etiraf edir ki, bax bizim studiyamıza gələnlər də ki, hər şey yeyirəm, yağlı yeməklər də yeyirəm. Bəli, bəzən nə olmazsa ona daha çox elə bir istək yaranır yemək baxımından. Amma maraqlıdır ki, yəni fiziki forman yaxşıdır. Məsəl üçün elə insanlar var ki, çox yeyirlər, amma o artıq onun çəkisinə falan təsir eləyir də. Amma səndə belə deyil. Belə deyil. Demək ki, yeməklə bərabər mən belə düşünürəm ki, fiziki hərəkət də edirsən. Çünki onu belə deyək də tamamlamaq da çox önəmlidir. 50%, 50%. Çünki yesən və yatsan, çox pasiv həyat sürsən, istərsəməz kökələcəksən. Yəqin ki, daha çox fiziki hərəkətlər, idman, güləşdən başqa bəlkə hansısa bir sahəyə meylliyin var. Yəni idman baxımına və də hobbilərin nələrdir? Ola bilər, bəlkə o səni çəkini normada saxlayır. Ola bilər. Xeyr, ancaq güləş, səhər axşam məşq. Gündə 2 dəfə məşq edirik, yemək qalmır bədənim üstə. Bəli, bax budur da, deməli gündə 2 dəfə, bunu əvvəldən deyək, gündə 2 dəfə məşq eləməklə istərsəmə nə deyəsək də, istərsəmə kökəlmirik. Var belə idmançılar ki, hətta studiyamıza bizim digər idmançılar da gəlirlər. Misal üçün judoçular gəlir, deyir ki, üzgüçülüyü ilə məşğulam. Misal üçün bəzən ola basketbolçudur, özü deyir ki, hər gün, hər səhər 2 saat yəni qaçıram. Yəni ondan bilmək olur ki, artıq yəni tək bu idmanla kifayətlənmir, digər idman növləri ilə də məşğul olur. Misal üçün üzgüçülüyü nəyi pisdir ki, istənilən sahənin adamı üzgüçülüyü ilə məşğul olsa, mənə gəlir ki, onun üçün qaməti üçün, fiziki formasının normal qalması üçün çox gözəl müsbət təsir göstərəcək. Bu da çox vacib bir amildir. Əriyaddakı İslam Həmrəliyi oyunlarında 2-ci dəfə çempion oldun. Bax, bu hissləri də istərdim bizlə bölüşəsən, Jalə. Bəli, bu hisslər bölüşüm sizlə.
Mənim üçün bu çox sevindirici hal oldu. Həm ilk dəfə çempion olmuşdum, ikinci səviyyədə çempion olmaq istəyirdim. Məşqlərimi də ona uyğun eləmişdim. Rəqibləri də üç daha bir-birimizi tanıyırdıq. Yəni biraz çətin oldu da, yəni. Bax, Jalə, bir məsələni deyəcəm, düzdür, ad çəkməyəcəm. İdmançılarımız hər biri bizim üçün dəyərlidir. Bəzən uğur qazanan idmançılar sonradan yarışlara gedəndə zəif nəticə göstərirlər. Deyək ki, qızıl medal qazanırlar. Növbəti illərdə o qədər də uğurlu ola bilmirlər. Hətta 3-cü yer uğrunda mübarizə aparmaq belə alınmır onlarda. Necə fikirləşirsən? Bunun əsas səbəbi nədir? Arxayın olurlar. Aha. Məşqlərini əvvəl kimi, yəni daha da intensiv etmirlər, mən belə deyərdim. Deyirsiniz ki, arxayınlıq Bəli. idmançını geriyə salır. Bəli. Amma maşallah sizdə heç də belə deyil. Ər-Riyaddakı İslam Əmrəliyi oyunlarında ikinci dəfə də siz çempion olmusunuz. Və mən istərdim digər məsələlərə keçək, digər məqamları da istərdim eşidək. Rəqiblərlə bağlı hansı ölkənin idmançıları, yəni qadın güləşçiləri sənə görə daha güclüdür? Yəni biləndə ki, artıq növbəti yarışlarda bu ölkənin təmsilçiləri olacaq, güləşçilər olacaq. Onda biraz daha ehtiyatlı davranırsan, daha yaxşı hazırlaşırsan, çünki bilirsən ki, bu ölkənin güləşçiləri həmişə yaxşı nəticələr göstərirlər. Bəli, bizdə də bunlar Yaponlar, Çin, Ukrayna, Rus, Belarus qadın güləşində bir nömrə güləşçilərdirlər. Bunlarla qarşılaşan zaman daha da diqqətli oluruq. Daha da diqqətli olursunuz. Bilirsiniz ki, rəqiblər yaxşı nəticə üçün gəliblər. Ona görə də daha yaxşı hazırlıqlar görür Jalə. Beynəlxalq turnirlərdə əsas rəqib bəs kimdir? Misal üçün düzdür, dedin Çin, Yaponlar, misal İran güləşçilərdə mən bildiyimə görə qızlarda yoxdur. İtaliyanı dedin, daha Ukrayna dedin, daha çox Rusiyanın güləşçilərini dedin ki, daha yəni güclüdülər. İzləyirsənmi onların görüşlərini? Baxırsanmı görüntülərə ki, onların fəndləri ümumiyyətlə güclü olaraq, yəni əsas üstünlükləri nədən ibarətdir ki, o üstünlükləri görüb daha çox güc tətbiq etmək. Bəli, izləyirik. Yəni rəqibin məsəl üçün zəif olan nöqtələri, ya güclü olan nöqtələrini onu izləyib, ona uyğun məşqlərimiz davam edirik. Çox yaxşı. Çünki mən dəfələrlə görmüşəm ki, hətta bizim studiyamıza gələn digər idmançılar da deyir ki, aylarla hətta Ceyhun olub ki, aylarla izləmişəm. Onun bütün yarışlarını, bütün rəqiblərini izləyib qələbə qazanmışam. Yəni o dərəcədə, yəni bütün deyir onun fəndlərinə baxmışam, bütün onun taktik gedişlərinə, ümumiyyətlə psixoloji durumuna, hər şeyə baxıb ondan sonra bilmişəm ki, bu mənim rəqibimdir və mən bax buna ancaq bu üstünlüklərlə qalib gələ bilərəm. Karyeranda qazandığın bütün medallar arasında sənin üçün mənəvi dəyəri ən yüksək olan hansıdır? Jalə. İlk dəfə qoşulduğum bölüşlərin Avropa çempionatında finala çıxmağım oldu. Doğrusu çox inanmırdım. İlk dəfə idi. Ancaq ən çox sevdiyim medal o oldu. Sənin üçün ən yadda qalan, ən dəyərli, ən əziz. Təbii ki, bütün medallar, bütün uğurlar dəyərlidir, amma bu sənin üçün daha dəyərlidir. Növbəti hədəfin olan Olimpiya oyunlarında sənin gözləntilərin nədir, Jalə? Ən böyük gözləntim uğurlu nəticə əldə edib bayrağımızı yüksəltməkdir. Hər bir idmançının arzusu olduğu kimi mənim də arzum Olimpiya oyunlarında medal qazanmaqdır, ölkəmi layiqincə təmsil etməkdir. Məncə də bütün idmançılar elə istəyirlər ki, nəticə etibarilə olimpiyadada öz gücünü göstərsinlər və medal qazansınlar. Gənc qızların güləşə marağını necə qiymətləndirirsən? Bugün kifayət qədər maraq varmı güləşə qadınlar tərəfindən? Bəli, əvvəllər rayonlardan qızlar çox az olurdu, 1 nəfər, 2 nəfər. İndi isə rayonlarımızdan daha çox, yəni güləşə həvəsi olan qızlarımız var, gəlirlər burada, Respublika çempionatları keçirilir, orada uğurlu çıxış edirlər, Avropa çempionatına gedirlər. Hətta bu dəqiqə yeniyetmələrin Avropa çempionatına yollanıblar qızlarımız. Səncə bunun əsas səbəbi nədir? Yəni qızların artıq güləşə böyük marağının olmasının yəni səbəb kimi altında nələr dayanır? Niyə hər şey yaxşıya doğru belə dəyişdi?
Qızlarımızın uğurlu çıxışları, böyüklər uğurlu çıxış edirlər, baxırlar, onlar da həvəslənirlər. Mariya Stagnik kimi ona demirlər, Bəli. Elis Manalova kimi. Bəli. Belə qızlar. Çox gözəl. Jalə, çox xoş oldu səninlə ünsiyyət qurmaq. Sonda bizim dinləyicilərimizə, Avto FM radiosu vasitəsilə bizi dinləyənlərə nə demək istərdin? Təşəkkür edirəm ki, bizi izləyirlər. Hər kəsə təşəkkürlər. Biz də sənə uğurlar arzu edirik Jalə. Növbəti yarışlarda və ən əsası Olimpiya oyunlarında sənə artıq qızıl medalı qazanmağı diləyirik və bizim buna heç də şübhəmiz yoxdur. Çünki kifayət qədər sənin böyük uğurların var. Növbədə isə Olimpiya çempionluğudur. Uğurlar olsun sənə. Çox sağ ol ki, gəldin. Və onu da qeyd eləmək istəyirəm ki, hörmətli dinləyicilər, hətta idmançıların bu zədə məsələsi də var. Hətta birazdan bir sirri də açım ki, Jalə hətta həkimə üst tutacaq. Çünki ayağında bildiyimə görə, ayağınızda müxtəlif zədələr var, hansı ki, onlar üçün həkimə MRT-yə gedəcək. Baxın, idmançıların uğurlarının o gözəl, hər şey çox gözəl görünür, qələbə əzmi falan, amma yaşanan həmin o zədələr də var. Sənə uğurlar arzu edirik, ümidvarıq ki, hər şey yoluna düşəcək. Bir daha xatırladıram ki, hörmətli dinləyicilər, güləş üzrə U23 dünya və Avropa çempionu İslam Əmirəliyi oyunlarının 2 qat qalibi olan Jalə Əliyeva bugün studiyamızın qonağı idi.